Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün əsasən Naxçıvan Muxtar Respublikasında ibtidai sinif müəllimlərinə dəstək məqsədi ilə bir neçə sualların izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda MİQ və sertifikasiya hazırlaşan ibtidai sinif müəllimləri bizim dərs qruplarımızdan yararlana bilərlər. Dərslərimiz canlı olaraq Zoom proqramı üzərində tədris olunur. Bundan əlavə olaraq sınaq qrupumuz da mövcuddur. Sınaq qrupunda hər gün bir sınaq və sınağın video izahı göndərilir. Əlavə məlumat üçün 051 644 31 54 nömrəsinə yazaraq daha ətraflı məlumat əldə edə bilərsiniz. Keçək suallarımıza. Birinci sual hesablayındır. 72 üstə 30 bölü 6 çıx 28 çıx 18 böl 9 çıx 3-ə. İndi baxaq. Deməli 30-u 6-ya bölürük 5, 72 ilə də 5-i toplayırıq 77. Çıxılsın 28. Keçək bu hissəyə. 9-dan 3 çıxanda 6, 18-i də 6-ya bölürük 3. 77-dən 28-i və 3-ü çıxsaq qalacaq 46. Doğru cavabımız olacaq D variantı. Keçək ikinci suala. Bərabərsizliyi ilə bağlı olan bir sualdır. Deyir 5 çıxılsın 3x plus 4 kiçikdir 32 bərabərsizliyinin neçə natural həlli var? Hər tərəfdən 4 çıxacaq. 5-dən 4 çıxanda 1 kiçikdir 3x minus 3x kiçikdir nədən? 32-dən də 4 çıxanda 28-dən. Hər tərəfi 3-ə bölsək, 1-i 3-ə bölsək, 0,3 dövrdə neçə düşür? O ehtiyac yoxdur. Əsas odur 0,3 kiçikdir x-dən. O da kiçikdir. 28-i də 3-ə bölsək 9,3-dən. Natural həll istəyir. Natural həllər hansıdır? 1-dən, deməli 0,3-dən sonra natural ədədimiz 1-dir və sonda da 9 özünü götürə bilərik. Çünki 9 9,3-dən kiçikdir. Buradakı şərti ödəyən neçə ədəddir? 9 ədəddir. Yəni 1 və 9 aralı bütün ədədlər şərti ödəyir. Keçək 3 nömrəli suala. Deyir ki, 4 rəqəmli ədədin yüzlük mərtəbə vahidini 4 vahid artırdılar. Onluq və təklik mərtəbə vahidini 4 vahid azaltdılar. Ədəd necə dəyişdi? Ümumiyyətlə 4 rəqəmli ədəddən söhbət gedir. Əsas bizə yüzlük mərtəbəsindən məsələnin şərtində deyir ki, yüzlük mərtəbə vahidini 4 vahid artırdılar. Əgər yüzlüyü 4 vahid artırıramsa, ədədim 400 vahid artmış olur. Digər onluq və təkliyi 4 vahid azaltdılar. Onluğu 4 vahid azaldanda 40 vahid azalır. Təkliyi də 4 vahid azaldanda 4 vahid azalacaq. 400-dən 44-ü çıxırıq, qalır 356. İndi əgər ki, yüzlüyü biz artırmışıqsa, yüzlük mərtəbəni, deməli ədədimiz 356 vahid artacaq. Çünki böyük mərtəbəni artırmışıq. Digər mərtəbələri azaltsaq belə ədəd artmış olacaq. 4 nömrəli sual. 6 ədədin ədədi ortası 35-ə bərabərdir. Bu ədədlərdən biri silinib və qalan ədədlərin ədədi ortası 38 oldu. Silinən ədədi tapın. İlk olaraq 6-nı vururuq 35-ə. 6-nı 35-ə vuranda 210. Bir ədəd silinirsə, 6-dan 1-in çıxıram, qalır 5 ədəd. Yerdə qalan ədədlərin ədədi ortası 38-dirsə, 5-i 38-ə vursam, 190 edəcək. Və 210-dan çıxıram 190-a. Fərqimiz 20 verir. Silinən ədəd 20 olub. Doğru cavabımız olur A variantında. Keçək 5 nömrəli suala. Uzunluğu 50 metr olan taxtadan 5 dənə 6 metrlik hissələrə ayırdılar. Və 20 dəqiqə vaxt getdi. Qalan taxtanı 2 metr hissələrə ayırdılar. Bütün bunlara cəmi neçə dəqiqə vaxt sərf olundu? Aha. Deməli, uzunluğu 50 metrdir. 5 dənə 6 metrlik hissələrə ayıranda 5 dənə 6 metrlik. Biz 5-i vururuq
6-ya. 30 metr kəsilibdir. 50-dən çıxıram 30-u. Qalır 20 metri. Əgər ki 5 dənə 6 metriyə 20 dəqiqə vaxt gedibsə, bu işi sonlama olmadığına görə 20-ni elə 5-ə bölürük. Bir kəsimə 4 dəqiqə zaman gedir. İndi qalan taxtamız 20 metrdir. Bunu 2 metriyə bölsək 10 hissə olur. Ondan da birini çıxıram 9 kəsim. Bir kəsim 4 dəqiqədirsə 9-u vururam 4-ə 36 dəqiqə. Qalan hissəyə 36 dəqiqə zaman gedib. Əvvəldə də 20 dəqiqə vaxtımız getmişdi. 20 ilə də 36-nı toplayırıq, 56 edir. Doğru cavabımız olur D variantı. Növbəti sualımız 6 nömrəli sualdır. 4 müxtəlif 3 rəqəmli tək natural ədədin cəmi 678-dir. Bu ədədlərindən biri ən çox neçə ola bilər? Ümumiyyətlə, bu tiplərdə biz necə yazmalıyıq? 4 ədəddən söhbət gedir və 3 rəqəmli ədəddən söhbət gedir. Ən kiçiklərini götürərik ki, ən böyüyü bizə versin. Ən kiçik 3 rəqəmli tək natural ədəd 101-dir. Çünki rəqəmləri müxtəlif demədiyinə görə biz bu qayda ilə 101-i, 103-ü və 105-i götürərik. Digəri isə növbəti ədəd x olacaq. Toplasaq bunu 309 verir bizə. 309 və 678-dən 309-u çıxırıq. Qalır neçə? 369. Ən böyüyü, ən çox 369 olar. Doğru cavab B variantında qeyd olunubdur. Sonra 7 nömrəli sual. Deyir ki, vuruqlardan biri 503, digəri 84 olan hasili minliklərə qədər yuvarlaqlaşdırsaq neçə olar? Biz 503-ü vururuq 84-ə. Bu olur 4000, deməli 42252. İndi 42252-ni minliklərə qədər yuvarlaqlaşdırmalıyıq. Təkilik, onluq, yüzlük, minlik. 2-dən sonra 2 gəldiyinə görə dəyişməyəcək. 42, yerdə qalan hissə 1, 2, 3 dənə də 0. 42 min olacaq. Doğru cavab C variantında qeyd olunub. Növbəti bir sual. Deyir, satıcı marketdəki meyvənin 7-də 3 hissəsini satdıqdan sonra 40 kiloqram meyvə satarsa, məhsulun yarısını satmış olacaq. Marketdəki bütün meyvələrin ümumi çəkisini tapın. Ümumi olaraq, baxaq, 7-də 3-ünü satıb, üzərinə 40 kiloqramda satsa, yarısını satmış olacaq. 2-də 1. Biz o zaman 2-də 1-dən 7-də 3-ünü çıxarıq, bərabər eləyərik 40-a. 2-də 1-dən 7-də 3 çıxmaq üçün bu hissəni mən 7-yə vuracam, bu hissəni isə 2-yə vuracam. Olacaq 14-də 7 çıxılsın 14-də 6 bərabərdir 40-a. 14-də 1 hissəsi 40 olan ədədi tapırıq. X də bərabərdir 14-ü 40-a vursaq 560. Doğru cavab olur B variantı. Növbəti bir sual. 9. Kater çayın axından qarşı 7 saatı 126 km yol getdi. Çayın axma sürətini bizə verib 4 km/saat olarsa, kater çayın axını ilə 5 saata neçə kilometr yol gedər? Burada 126-nı bölürük 7-yə. Oldu 18. Yəni kater çıx çay bərabərdir 18-ə. Demək 18-in üzərinə çayın sürətini gəlsək, olacaq 22. Kater oldu 22. Bir də axın ilə dediyinə görə 22-nin üzərinə 4 gəlirik, olur 26. Bu axın ilə sürətdir. 26-nı da 5-ə vursaq 130 olacaq doğru cavab B variantı.
Növbəti bir sual. 10 nömrəli sual. Ata və oğlun yaş fərqi 26-dır. 6 ildən sonra onların yaşları cəmi 44 olacaq. Atanın indiki yaşının rəqəmləri cəmini tapın. Ata və oğul. X plus 26. Və bizdə deyir ki, 6 ildən sonra yaşları cəmi. Buna da 6 gələcəm, burada 6 gələcəm. Nəticə nəyə bərabərdir? 44-ə. X-ləri toplasaq, olacaq 2x bərabərdir. 44-dən deməli, çıxırıq 26-nı və 12-ni. Qalır 6. X də bərabərdir 3. Atanın indiki yaşını istəyirsə, x plus 29-dur. 26-dır. Deməli, 26-nın üzərinə 3 gəlirəm, olur 29. Atanın indi 29 yaşı var, övladın 3 yaşı var. Və bunun rəqəmləri cəmi bizə nə verir? 11 verir. Doğru cavabımız olur. Rəqəmlərin cəmi 9 da 2, 11. Doğru cavab olacaq B variantı. Çalışacağıq ki, suallar əvvəlki illərin sertifikasiya suallarına əsaslanıb və sizlər üçün paylaşım oldu. Mütəmadi olaraq imtahana qədər dəstək videolarımız davam edəcək.